Birinci testdə ismin yiyəlik halını tapmalıyıq. Əvvəla biz burada işarə əvəzlikləri ilə isimləri uzlaşdırmalıyıq. This cəmdədir, men cəmdə doğrudur. This cəmdə, men təkdədir, B variantı səhvdir. That təkdir, mən ümumiyyətlə səhvdir, S bitişməz, cəmi kökdən dəyişməklə düzəlir. D variantında da səhvdir, E-də də səhvdir. Qalır cavabımız A variantı. Deyə bilərsiniz, ay müəllim, bəs niyə görə xəbərimiz vozdur? Çünki mübtədamız apostrof S ilə bağlanıbdır. Uzlaşma üçün apostrofdan sonraya baxmalıyıq. Bu da olacaqdır tək xəbər. 2-yə baxırıq ki, çay sayılmayan isimdir. D variantı artiklı işlənməyəcəkdir. Burada deyir ki, çay Britaniyalıların sevimli içkisidir. Hər hansı həmin çaydan danışmır. D artiklı, yəni B variantı olmayacaqdır. Digər tərəfdə ümumi mənada danışdığına görə yenə D artiklı olmayacaq. İkinci boşluqda da cavab olacaqdır A variantı. Çay Britaniyalıların sevimli bir içkisidir. Olur A variantı. 3-də reflexive pronoun, yəni qayıdış əvəzliyi yazmalıyıq nöqtələrin yerinə. Bunun üçün də mübtədaya baxmalıyıq. Mübtədamız apostrofla bağlanıb. Bayaq dediyimiz kimi apostrofdan sonraya baxacağıq. Joseph's little niece, Joseph'in balaca bacısı qızı, qadın cinsi olduğuna görə herself olacaq. Niece qadın cinsidir, nephew kişi cinsidir. Gəldik 4-ə. Nöqtələrdən sonra van gəlibdir. Van sayılan tək ismi əvəz eləyir. Baxın, burada kitablardan danışır. Burada da artıq book sözünü ikinci dəfə təkrarçılıq olmasın deyə vanla əvəz edibdir. E variantı ümumiyyətlə qrammatik baxımdan səhvdir. Çünki good kökdən dəyişir, best olur. B variantında bestin D-si yoxdur. Bəs digərlərində məsələ nədir? Yadda saxlayırıq ki, əgər ismimiz sayılan tək isimdirsə, adi və müqayisə dərəcəsində qarşısında en artiklı olmalıdır. Üstünlükdə də D artiklı. Cavab olacaq D variantı. A və C variantlarında sayılan tək ismin qarşısı boş gəlib. Yəni burada one book sözünə bərabərdir də. Baxın, book ikinci dəfə təkrarçılıq olmasın deyə one-la əvəz edibdir. Yenə də həmin qaydaya mən əməl etməliyəm. Qarşısında adi və müqayisə dərəcəsində EN artiklı verməliyəm. Gəldik 5-ə. 5-də information. Information sayılmayan isimdir. Sayılmayan isimlə match işlənər. A, D, E variantları özündən sonra cəm isim istəyir. Elot ümumiyyətlə özündən sonra isim istəmir. O miqdar zərfidir. Feildən sonra gəlir. 6-ya gəldik. When gördüm. When bağlayıcısını. Ümumiyyətlə bağlayıcı gördükdə işim rahatdır. Çünki tərəfləri uzlaşdırmalıyam. When-dən sonra reached idi. Görürsünüz, keçmiş zamanda gəlibdir. Əgər bağlayıcının bir tərəfi keçmiş zamandırsa, digər tərəfdə keçmişlə bağlı bir zaman olmalıdır. Bu da olacaqdır A variantı were standing. 7-yə baxırıq. Cümləni məchula dəyişməliyik. Mübtədalarım eyni olmaz. Əvvəla onu çıxacam. E variantı getdi. Drew keçmiş zamandadır. Keçmiş zamanın məchul növü was, were, participle to olmalıdır. A da was, were yoxdur. C də was, were yoxdur. D də was, were yoxdur. Qalır cavabım B variantı. 8-ə gəldik. Modal feil. Əvvəla modal işləyəndə baxıram nöqtələrdən sonra görüm to gəlib, gəlməyib. A variantı səhvdir, həvlə to-nun arasına söz girməz. C variantı səhvdir, won't be able to olmalıydı. E variantı səhvdir, should-dan sonra to gəlməz. B variantı will-in sonra be-si yoxdur. Qalır cavabım D variantı. 9-a gəldik. Bağlayıcılardır. Yenə baxaq görək burada nə var. Baxın, mən sizə necə demişdim. Deyirəm ki, ziddiyyət bağlayıcıları but, though, although, in spite of, despite. Yəni, baxın, however, whereas. Burada görürsünüz ki, əgər bu cümlədə ziddiyyət olsaydı, mən ziddiyyət bağlayıcılarından hər hansı birini verə bilərdim. Demək, ziddiyyət yoxdur bu cümlədə. Bunu niyə belə deyirəm sizə? Çünki tam sırf mənaya uyğun ziddiyyət bağlayıcılarını da sizin testlərinizdə o formada vermir ki, yəni ən yaxşı uyğun gələn hansıdır. Siz sadəcə baxırsınız görək, deməli, hansı bağlayıcı uyğun gələcəkdir. Yəni, daha dərinliyinə gedib, orada sizdən soruşmur ki, məsələn, həm do olub, həm bat olub, həm
belə deyim də, whereas, however olduğu cümlələr olmur. Sizə bu formada düşür. Ona görə də variant eləmək üçün asan olsun deyə belə deyirəm ki, yəni cümlədə əgər ziddiyyət olsa, but da verə bilərəm, do da verə bilərəm. Deməli heç bir deyil. So beləliklədir. And vədir because çünki he didn't want to go out. O çölə çıxmaq istəmədi. It was raining çünki yağış yağırdı. Niyə? İstəmirdi. Niyə? Yağış yağırdı. Olur çünki. Onda definition'dır. Appear meydana çıxmaq birə olacaq. C bəndi observe müşahidə etməkdir. B bəndi hurry tələsməkdir. C, B, A, C variantı bəli. Gəldik 11-ə. 11 It isn't safe. Isn't safe yəni təhlükəlidir. Təhlükəlidir for children, uşaqlar üçün kibrit ilə oynamaq C variantı olacaqdır. 12-də opposite. Opposite antonim, əks, yəni əks, bərabər olmasınlar. Əks olsunlar. Əks mənalı sözlər. Cruelty, qəddarlıq, kindness, mərhəmətli, mehribanlıq. Biri götürdüm. Politeness, nəzakətlik, rudeness, kobudluq. 2-ni götürdüm. 1-2-B variantı. Charity, xeyriyyəçilik, generosity, səxavətlilik. Cruelty, qəddarlıq, impatience, səbirsizlik. Bunlar opposite deyirlər. 1-lə 2 düzdür. 13-də də agreement qaydasıdır. Mən bura nöqtələrin yerinə xəbər yazmalıyam. Xəbəri də mübtəda ilə uzlaşdırmalıyam. Baxıram ki, mübtədam apostrof S, S apostrof veribdir. Apostrofdan sonraya baxıram. Method sözü təkdədir. Is, was olacaqdır. 1, 2.